Bismillahirrahmanirrahim. Değerli izləyicilər, mübarək Rəcəb ayının gözəl əməllərindən biri də onun gündəlik oxunan dualarıdır. Muhammed İbni Zəkvan nəql eləyir ki, İmam Sadiq əleyhissalama dedim, canım sənə fəda olsun ya Əbu Abdillah. Mübarək Rəcəb ayıdır, mənə elə bir dua öyrət ki, Allah onunla mənə xeyir versin. Allah mənə o dua vasitəsilə nicat versin. Həzrət buyurdu ki, hər gün, gecə və gündüz namazlardan sonra bu duanı oxu. Rəcəb ayının gündə qılınan namazlardan sonra bu duanı oxu. Ya mən ərcuhu li kulli xeyr və əmənu səxətəhu ində kulli şər. Ya mən yu'til kətirə bil qalil. Ya men yu'ti men sa'alah, ya men yu'ti men lem yes'aluhu ve men lem ya'rifuhu tahannunan minhu ve rahma. A'tini bi mes'aleti iyyak, cemi'a khayrid dunya ve cemi'a khayril ahire. Vasrif anni bi mes'aleti iyyak, cemi'a şerrid dunya ve şerril ahire. Fe innehu gayru mengus. ما أعطيت وزدني من فضلك يا كريم يا ذا الجلال والإكرام يا ذا النعماء والجود يا ذا المن والطول حرم şeybeti elen nar. Güzel bir duadır. Bu duada buyurur ki, ey bütün xeyir işlərdə ümid bəslədiyim, bütün şər işlərdə öz qəzəbindən özünə sığındığım, ey az müqabilində çox əta edən, ey istəyənlərə əta edən, ey onu tanımayanlara, ondan istəməyənlərə əta edən, lütf edən, mərhəmət edən, səndən bütün dünya və axirət xeyrini istəyən bəndənə əta et. İstəyimə görə məndən dünya və axirət şərrini tamamilə uzaqlaşdır. Həqiqətən sən sənin əta etdiyin nöqsansızdır. Öz fəzl və kərəmindən mənə əta et. Ey Kərim, ey cəlal və böyüklük sahibi, ey neymətlər və səxavət sahibi, ey əta və kərəm sahibi, haram et saqqalıma cəhənnəmin odunu. Gözəl bir duadır. İnşallah ki, gələn bəhsimizdə bu duanın şərhini diqqətinizə çatdırarıq. Vəssalamu aleykum və rəhmətullah.